Elə indi bütün dünyanın danışdığı bir xəbərlə qarşılaşdım. Hansı ki, dünyanın bir yerlərində hələ də ədalətin var olduğunu mənə sübut elədi. Söhbət biri 91, biri 88 yaşlı olan qoca yaşlı bir cütlükdən gedir. Deməli bunlar xəstədirlər və qadının əri müəyyən dərmanlar var ki, onları içmədən yaşaya bilmir və onlara dövlət təmin eləyir. Lakin müəyyən bir miqdar ödəyirlər də aylıq sığorta haqqı kimi. Amma bir yerdən sonra onlar ödəyə bilmirlər artıq həmin məbləği və dərmanların verilməsi də dayandırılmışdı. Bu dərmanların verilməsi dayandırıldığı üçün artıq ala bilmirlər normal olaraq həmin dərmanı. Gedirlər aptekdən öz pulları ilə alsınlar. Amma apteka gedəndə $940 falan civarı tutur və onlar zaten aylıq ödəyə bilmirlər. O pulu hardan tapıb ödəyəcəklər. Buna görə də qadın ala bilmir dərmanı, evə qayıdır və görür ki, əri günü-gündən pisləşir. Çünki o dərmanlar onu həyatda saxlayır da. Bu insanlar dərmanla yaşayırlar. Nəticədə 3 gün artıq dözür, görür ki, yox da pisə doğru gedir, öləcək əri, gedir təzədən apteka. Aptekdən yenə də həmin dərmanları istəyir. Aptekçi arxasını dönəndə dərmanları götürüb oğurlamaq istəyir və sensorda tutulur. Onu polis bölməsinə falan aparırlar, izahat alırlar. Orada da təzyiqi yüksəldiyi üçün xəstəxanalıq olur. Xəstəxanaya getdiyi müddətdə də zaten cinayət işi artıq başlanmış olur. Prokuror verir işi məhkəməyə, dövlət ittihamçısı ittihamını eləyir. Hakimin qarşısına qadını zəncirlə gətirirlər. Yəni 91 yaşlı bir qadındır, xəstədir. Elədiyi suç da yəni hər yerdə cəmaət bir-birini öldürür, narkotikdən istifadə edir, başqalarını alüdəçi edir. Bu qədər cinayətlər varkən, insan alveri kimi cinayətlər dura-dura bir qadını aptekdən dərman oğurlamağına görə götürüb cinayət işi başladılar və onu zəncirlə hakim qarşısına çıxarırlar və burada hakimin ədaləti ortaya çıxır. Hakim üzünü tutub birinci bildirir ki, zəncirlərdən onu azad edin. Daha sonra üzünü prokurora tutub deyir ki, yəni bu ağır suçdurmu? Yəni qadın da ağlayaraq bildirir ki, nə edəcəyimi bilmədim, qarşımda ölürdü, nə etməliydim bilmədim və mən belə bir yola əl atdım. Hakim qərarında belə bildirir ki, qadın xəstəxanaya geri göndərilsin, işə xitam verilsin, onun xəstəxanadan xərcləri alınmasın ondan və evinə bir sosial işçi göndərilsin ki, bundan sonra onların işlərini, yəni belə bir problemlə bir də qarşılaşmasınlar və hakim etiraf edir ki, burada sizin bir suçunuz yoxdur, bir günahınız yoxdur. Bu bizim sistemimizdəki bir boşluqdur. Yəni görün, oradakı sistemə fikir verin ki, hakim bunu etiraf eləyə bilir. Yəni qanunda bir boşluq var və hakim qərar çıxardanda bunu əsas götürərək deyir ki, bu bizim sistemimizdə olan boşluq olduğuna görə sən burada günahsızsan. Əməli törədib, bəli, başqa bir şeydən ötürü gedib pul oğurlansaydı, həmin pul oğurlansaydı, okey, o cinayət idi. Amma bu insan çarəsiz qaldığı üçün və bu da dövlətin sisteminin səhvi olduğu üçün qadın bu cinayətə əl atıb. Və hakim bunu etiraf eləyir. Deyir ki, bu bizim sistemimizin boşluğudur. Buna görə də siz suçsuzsuz.